Kanalıma hoş geldiniz. Uşaqlar, bir gün sizlərlə birlikdə bacımın ad gününü eləyirik. Amma mən abunə eləmədiniz, amma biz sizin xəttinizi eləyirik. Yoxsa min abunə olmasa paylaşmayacağım. Min abunə olmasa paylaşmayacağım. Zeynəbin hədiyyələri, sonra evdə nə olacaqsa hamısını çəkəcəyik, inşallah ki paylaşacağıq. Ona görə də indi Zeynəbə sürpriz arzulayırıq. Zeynəb bu evdə yoxdur. Sən çək, mən danışım. Uşaqlar, min abunə elə bilmədiniz, amma ki uşaqlar. Yusuf ilkləri yaşır. Biraz aralı durun. Nəysə, uşaqlar biraz şişirdib gəlirik. Uşaqlar, Zəhra bacım da gəldi. Bizə köməyə gəlibdi, bəli. İndi isə bunu biraz da şişirdirir. Yusuf şarları yığır. Eləmə Naz. Uşaqlar, Zeynəb dərcüdür. Bizim çarşı çəkmə günümüzdür. Bunu bağlayayım, gəlirəm inşallah. Təzdən nədir? Uşaqlar fenlə elədi, istədiyi şeyliyə alınmadı. Baxın, amma belə bir şey almadırmışıq. Yusuf toxuyur, düzəldir, nəsə edir orada. Yusuf can çəkir. Yusuf can çəkir. Uşaqlar, belə bir şey oldu. Eləmə, pərdəyə demə gedəcəkdir. Her şey bozur. Yetti bala, Nazlı. İnşallah. Sonsuzluq bana, Zəhra. Biraz da buranı sürfənin üstünü hazırlayıb gəlirik. Buradan çıkalım. Day to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Çok neşe oldu. Happy birthday, happy birthday, happy birthday to you. Zeynep de geçsin, gelsin. Nazlı'nın hediyesi. Zeynep, Nazlı gel bizim otaqdan da benim hediyemi de getir. Bizim otaqdan. Oradadır. Bizim otaqdadır. Çok güçlü. Bana bu sürprizdi. Kampus. Ne taraftan ya? Gel hediyelerini at ortadan. Bak ne saklıyor. İnşallah sizlerle birlikte atar. Gelin biraz Zeynep gitme sıra. Hadi. İşte biri de var. Yusuf'un hediyesi. Kimin? Biz Nazlı sen böyle dur şu hediyelerini göstersiniz. Aha. Zəhranın hədiyyəsi. İstesen oturaq. Oturaq Zeynep oturaq yere. Otur. Aha. Karşısında yox şey. Yo değil. Burada olan yerler. Qırmızı. En axır. Yox, hayır, heç şey yoxdur. Karatin. Aha sonra. En axırda. Axı o rəng yoxdur onun üstündə. Ha, ne olacak açsın yere. Bilmədən. Bəyaz. Onu sonra. Gözünün Gözünün üstə. Dən gözündən o var. Canım bacım, nə yaxşı ki var, sənin ad günün mübarək, təbrik edirəm. 100 yaşa, yeni yaşın uğur gətirsin. Canım bacım, bizim böyük bacımız. Abi sevsən. Böyük. Başlarda götür. Konfet. Konfet. yok. Konfetak. Kromi kart. Məndə. Aralaşmamız zəhmət oldu. Aha, aralaşınca ne seçelim? Ve bayağı bir hediye var çünkü. Bu tıkılı dəftərdir. Sıkılı defter. Hı hı. Tıkılı dəftər.
Kitabın götür. Sonra nə var? Bu şey süsüdür. Ya qələmi taxırsan ya da taxırsan. Baxın. Belə çıxarsa da gələ bilər. Yox, bu belə Ne baxaq? süsüdür. Ay, çox qəşəngdir. Amma belə tam görsənə bilmir. Hə, Fatma görsəndə. hədiyəsi atmışdır. Xırda mıncıqlar var içində. Balaca kromilər var. Aha. Sonra Baxın. Çox tikələr. Labubu. Zeynəbin hər şey labubudur. Nazlı üçün. Bir dənə hədiyyəm var. Mənim əlimdə var onun içində. Çıxışı. Bu Fatməndə o. Mənim Nazlı. Fatma çox. Eyzəsin. Oha. Baxın, çox qəşəng. Zeynəbin çoxlu. Mənim labubu. Labubu mən dostum hədiyyə edib. Seyfdə dayanamadım, açdım və secret çıxdı. Secret. Kim hədiyyə eləmişdi? Sağ ol deyən. Fatimə dostum. Bu da Fatimə hədiyyə edib. Burada elə bir şey hədiyyədir amma biraz xırda-xırışdır deyən adam bilmir nədir, hə? Sonra bunu mənə adədə Rəyyan hədiyyə edib. Ana ata üstündə amma hədiyyə edib. Bu Fatimə üçün paket. Bu benim. Arkasına. Qəşəng. Aha, sonra. Rəng tahmin eləməliyim. Ay Zeynəb, çəsvət yerdə. Aşağı çıxır. Elə sıxışır. Nə qəşəngdir. Hər güzəlsən. Özüm kömək edeyim. Hastosdur. Hastosdur. Aslı nə? İnşallah. Bu nədir? Takis. İnşallah takis. Ay, sən şunu eləməmsən. Yox, vallahi. Bir də Nazlının başqa hədiyyəsi də var. Hə, o elədik də. Hə. Baxarıq görək nə, o necədir. Məşhur da aynı. Mən səndən daha çox var. Heyecanlı olursun. Gep hamı təzə paltarlarımızı yeyək. Ha. Canım bacım Zeynəbdən yaxşı bacımsan. Səni sevirəm o sırada. Hə. Nəysə, belə, belə. Gözün gəlirəm bu uşaqlar. Hə. Hə, təzə ol. Canım bacım Zeynəbdən yaxşı Bunu kim yazıb? bacımsan. Bunu Nazlı yazıb. Sən məni vursan da. Uy. Vallahi vurur. Sən məni çox istəyirsən. Dünyadan gözəlsən. Çok. Arada. Bunu da yedi bende. Çünki buna qabağmışam. Bunu da Fatimə hədiyyə edib. Sonra ayaqqabı. Tabancı da var. Fatma ile eləməmişdim bunu. Fatimə də hədiyyə edib bundan. Nazlı da hədiyyə edib. Ben de deyirəm bu kitabayda var. Başqa da var. Bu da şey olmaz. Zeynep bunu da takacaksan Bilmem. Uzun bir şeydi de. Aha, Zeynəb, get başqalarını da aç da. O birisi böyükləri də açıyor. Mən böyüklərə həvəsim gəldi. Açdı da. Bitdi də, Nazlı. Hə, anamın hədiyyəsi. Tam ne yazma abi. Hədiyyənin qiymətini demirlər, ay bala. Aha. Böyle yersen. Yedi gözüm oldu. Sonra birinin hədiyyəsi. Tam görməm siz əminəmsiniz. Şimdi atmadım. Öyle değil. Birinin hədiyyəsi. Bize bunun labımız var. Bunu da çox bəyəndim. Bu Nazlı'nın üçüncü hədiyyəsi. Bu da Fatimə. Ders geldi. Hə, söyləyəcəm. Ben de çikolatalar yaptım. Bəlkə gedib geyinib gələsən. Gene hamız Get giyineyim. gəl. Ben gelin doğumu giyineyim. Nə istəyirsən geyinə bilərsən. Gel doğumu giyineyim. Bütün hər şey sərbəst. Gedin siz də geyinin gəlin. Sen gel doğumu şapkalar. Helal. Olar. Hamız gök güzel geleceği bura. Birinci Zeynep. Allah'ım Zeynep. Yusuf nə hədiyyə eləyib Zeynəb sənə? Ana beşinde. Ana. Zeynep benim modatsız giyinir. Nəysə, uşaqlar, gedirik, geyinib gəlirik. Ana. Hə. Ben Zeynep'in geldi o giyineceğim. Hə, yaxşı gedəcəyik Zeynəbin yanına. Oradan girib, buradan çıxacaq indi Zeynəb. Buyurun. Bir kruk gedib fırlanıb gəlib. Aha. Necə oldu uşaqlar? Bunu Fatoşun dostum alır. Bunu bacım alır. Bunu da anam alır. Az. Az yaxşı dəllik eləmə Zeynəb. Hə. Necə oldu sizcə? Saçımda təriyim.
Qol bağımı taxmadım. Nə oldu? Özdə şalan mavi falan. Arxaya get, arxaya get, arxaya get. Mavi falan qarışırdı deyə. Aha. Hamiləcək. Bu şey nə gedir? Bu stilin adı? Bu biraz bahalı. Yox, yox. Nə deyirlər ona? Unuttum. Unuttum adını. Nə bilim. Uşaqlar bilirsə yazın. Bu bağ şey vardı, hə? Aha, Bağ deyil. bəli. Yox, daha bambalaca salafanın içine təsdirdirilir. Nazlı soğumuşdu da. Nəsə gizlədə bilmək üçün eləmişdi ki, bilməyəsən ki, nə almışıq, hə? O sofrada sürürdüm. Salam. Bunun detaylarını həqiqətən çox bəyəndim. Nəsə, nə edirik? Veririk. Nə edirik? Gedirik süfrəmizi hazırlamaya. Süfrəmizi hazırlayırıq. Koftamı sünnəşəliyirəm. Hep fikirləşirəm. Nazlı, sən bir dəqiqə bir kuru bir cabra görürsünlər, sən necə geymişsin? Yaxşı. Nazlı canı ilə seçsin. Nazlı can seçsin. Hə? Aynı indi saçımı da yıkandan sonra belə şəklimi seçərsən. Necə seçim Zeynəb? Dur bir dənə. Bu biz ergen sürdü. Baxın, baxın. Baxın. Aha. Fıran indi. Bu indi ad günü kimin ad günü oldu? Kim ad günü qızına oxşadı çox? Nəysə Zeynəb böyüyüb deyənə artıq elə şeylər xoşlamır. Bir ancaq belə şeylər xoşlayır ona görə. Lazır xoşladı, qızım oxşadı. Nə biçim Nazlı oldu ad günü qızı? Hə. Ay Nazlı. Nəysə. Baxın məni gülüm. Kəskədə səsimizi yığaq. Sən bu- var. Aha. Git. Saçını dara gəl. Sen yazıp kaçabilmezsin. Meydana çok çok bakacağım görüyorum. Sen yazıp kaçabilmezsin. Meydana çok çok bakacağım görüyorum. Açılır sen ki canım görüyorum. İnsan seviler sevdiği insan güvenler. Açılır sen ki canım görüyorum. İnsan seviler sevdiği insan güvenler. Zeynep burayı tut biraz. Aslan etme. Şarkıyla gülleri istermez. Ayrılmaz yaşaylar güzel Sen gözümü pastaya göstereceğim. Elbette sana bakma derman. Sen gözümü pastaya göstereceğim. Elbette sana bakma derman. Açılır sen ki canım görüyorum. İnsan seviler sevdiği insan güvenler. Açılır sen ki canım görüyorum. İnsan seviler sevdiği insan güvenler. Açılır sen ki canım görüyorum. İnsan seviler sevdiği insan güvenler. Açılır sen ki canım görüyorum. İnsan seviler sevdiği insan güvenler. Eşkim şerlerde temeli babamda da efkarım olarsan. Derdi bir derman dermanım olarsan. Derdi bir derman dermanım olarsan. Şehirlerdeki sultanım olarsan. Sevgili Sultan Süleyman'ım olarsan. Şehirlerdeki sultanım olarsan. Hiçbir şey yok. Sevgili Sultan Süleyman'ım olarsan.
Peşimde bana hayır olasam Yine peymanına düz sade olasam Sen ağzını başını kaparsam Sefersin diye de bile aşık olarsan Sevgili canım olasam Ve bana derman olarsan Sevgili canım olasam Kalbimin dermanı derman olarsan Şehirlerdeki sultan olasam Sen yeni sultan Süleyman olarsan Şehirlerdeki sultan olasam Sen yeni sultan Süleyman olarsan Işığı söndürüp yapıyoruz. Böyle. Birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday Biz bunu YouTube'a çekirik. Götürelim sen Allah. Allah günümüzün sonu. Ama günümüzün sonudur. Videomuzun sonu değil. Belki sabah da çəkdik. İnşallah ki çəkirik. İki de şiirimiz var. Onu da seçtik. Hazırlanmamızı. Biz bu 3 gün nasıl seyahat? Evet Sahət. Bu günlər məsələdə biz Sədərəyə getmişdik. Ona görə videonu çox gec başladıq. Bak. Vallahi. Ha. Sədərəyə getdik. İstədim Aslında sizin için biz video video çəkim. Mən Sədərəyə istədim sizin için video çəkim. Biraz zaryadqamaz olduğuna görə. Şu an size bir söz deyə bilərəm. Mən eləmədiz deyə əslində video çəkməyəcəkdik. Amma ki sizin qəlbinizi nə eləmədi yana. Qırmadıq. Amma hələ görün biraz da video ən azından heç nəyə yox. 900-ə çatsın. Ondan sonra inşallah ki belə. Yüreğimi oynattı. Nəysə Zeynəb ad günün sənə görə necə keçdi? Əla keçdi həqiqətən. İlk başda birinci hamı məni təbrik elədi. Bura dön, hə. Hamı məni təbrik elədi. Sonra anam Sədərəyə gedəndə mən dedim belə ad günü olar. Bu nə ad günüdür? Bura dön, hə. Zeynəb Nazlı özün oynadı, hə. Bu nə ad günüdür? Elə bil ki belə normal gün kimi oldu. Sonradan anamgil gəldi, süfrə bəzəndi. Sonra Zeynep tez gelmeseydi en Mən azından. sonra Uşaqlar en azından gördüğüm şey Zeynep tez gelmesi. Niye tez gelmiyorsun? Allah. Niye tez gelmiyorsun? Yox, mən sübtə yazdılar təşəkkür. birincilər. Sonra mən gəldim dın. Zeynəb əslində elə bilirdi ki, falan bəzəməyəcək çünki elə fikirləşmişdi. Amma biz Amma 2-3 biz gündür beşinci şarları falan alıb qoymuşuq Həqiqi? evə. Zeynəbin xəbəri yox idi. Vallahi. Vallahi. Şunları alıp koymuştuk. Hediyeyi de alıp koymuştuk. Hər şey hazırlamışdıq ki. Belə. Sonra nə elədik? İndi bu gün istəyirəm videonu kapatmayaq. Sabah da çəkərik. Sabah da çəkək. Sabah da çəkib sonra davam Mənim edək. dostlarım biraz uzun videolar baxsın. Elə? Günlərim geçə keçsinlər. Aha, uşaqlar videoların yorumların altında məsələn hansı 1 manat, 5 manat, 10 manat videomuzun altı açıqdır. Sonra nə oynayırdıq? Qulaqdan yox, dodaqdan oxumanın yəni yorumları açıqdır. Onları girib rahatçılıqla yorumlar yaza bilərsiniz. Really. Beləliklə biz yorğun, inanın ki, saat 1-dən gedib Sədərəyədə 5-də qayıtmışıq. 5 idi, 6 iş demişdi. 5-də qayıtmışdıq 6-da. Tez getdilər ki, qarışıq olmasın görə. Güya tez getdik. O da gec gəldi. Sədərəyədə ki, bilmirsiniz, nədir bataqlıqdır. Girsən çıxmaq olmur. Ona baxırsan, bura baxırsan, bura baxırsan. Bu dəfə istəsə sizin üçün Sədərəyə videosu çəkərik. Sədərəyə getmək. Mən Sədərəyin ki, hava qışır, amma Sədərəy cır-hacır olur.
Hava düz deyirsən çox şeydi, istər normasındaydı. Amma İnsan içəri soxulurdu girirdi, ya, adamın hamı nəfəsi kəsilir. hə. Qarışırdı ya. Ha, qarışır tökülür bir-birinə. Am danışır oradan bir an. Təzə mallar gətirmişik. Baxın, amma təzə. Sədələydi amma. Sədələydi amma. Hele. Əsəbidən partlayır. Sonra İstəyirsiniz sabahçı günümüzü də bunun ardına davam edəcək, yoxsa? Hə, ardına gətirək. Uşaqlar bir yandan paltar arıq, bir yandan piraşki iyi gəlir. Piraşki, hot dog, sonra ayran satıram, ayran satıram, ayran. Sonra bir Əsl reklam elədiniz sən ola. Beləliklə uşaqlar, indilik gecəniz xeyrə qalsın. Sabah yenədən yeni videonu məncə ardına ekləyib çəkərik. Beləliklə hələlik sağ olun. Bye. İkinci gündən sizi salamlayırıq uşaqlar. Yusif, Zeynəb, Nazlı, hamısı dərs oxuyur. Yəni vaxtları yoxdur ki, başqa iş görsünlər. Bu gün artıq bazar günüdür. Uşaqlar, sən müəllimə 15 səhifə verib. Mhm. Şimdi səhv eləmişəm. 12 səhv vermişəm. Mhm. Şimdi yastıqları dolduracağam. Bəli. Sən nə edirsən? Hardasan? Kardeş. Qurtardım. Sağlaşaq uşaqlarla. Sağlaşmaya. Niyə deyəcəm? Bundan sonra ola bilər ki, uşaqlar vaxtımız olmuyor. Çünki bizim başqa getmək ehtimalımız var. Harası getmək ehtimalımız var. Ona görə də uşaqlar kanalımıza Abone olmağı, like atmağı, yorum yazmağı unutmayın. Hoşça kalın.